Bugün mənsubiyyət haqqında bir testimizin izahına baxaq. Şərtimizdə deyir, mənsubiyyət şəkilçili hansı isimlərin aid olduğu şəxs dəqiq deyil. Yadınızda qalsın ki, bəzi isimləri cümlədə həm iki, həm də üçüncü şəxsdə düşünmək olar. Bu zaman həmin isimlərin əvvəlində sənin və onun şəxs əvəzliklərini işlətmək vacib olur. Məsələn, kitabında qeyd olunub. Baxın, sənin kitabında qeyd olunub, onun kitabında qeyd olunub. Həm iki, həm də üçüncü şəxsə düşünə bildim. Deməli, bu cümlədəki mənsubiyyət şəkilçili sözün şəxsini dəqiq deyə bilmirəm. İndi keçək testimizin izahına. Birdə deyir, dünən qardaşındakı kitabları götürdüm. Baxın, sənin qardaşındakı kitabları götürdüm. Bir də onun qardaşındakı kitabları götürdüm. Hər iki şəxsdə götürə bilirəm. Yəni, bunun şəxsini dəqiq demək mümkün deyil. Ancaq bunu cavabımız olaraq götürmürəm. Niyə? Şərtdə bizdən diqqətli olaq, isim istəyir. Dakidəki şəkilçisi sifət düzəldən leksik şəkilçidir. Və onu da qeyd edim ki, dakidəki şəkilçisi ilə düzələn sifətlər sifətin necə, nə cür sualına cavab verə bilmir. Yalnız hansı sualına cavab verir. Deməli, qardaşındakı sözünü iki şəxslə düşünə bilsən belə, onu götürmürük sifət olduğu üçün. 2. Mən üzündə qəribə bir sıxılma hiss etdim. Mən sənin üzündə qəribə bir sıxılma hiss etdim. Onun üzündə qəribə bir sıxılma hiss etdim. Deməli, ikinci cümlənin şəxsin dəqiq demək mümkün deyil. Cavabımızdan biri 2-dir. 3. Gərək ora kitabımı da aparardım. Öz kitabımı, mənim kitabımı. Bunu bir şəxsə düşündüm. Yəni, bunu şəxsin dəqiq demək mümkündür. Birinci şəxsin təkindədir. 4. Dəftərini unudub evdə qoymuşam. Sənin dəftərini unudub evdə qoymuşam. Onun dəftərini unudub evdə qoymuşam. 2-4. Cavabımız, sabah gələndə çiçəyini də gətirəcəm. Sənin çiçəyini də gətirəcəm. Onun çiçəyini də gətirəcəm. Bunu da həm 2, həm də 3-cü şəxsdə düşünə bildim. Yəni, dəqiq deyə bilmərəm 2-dədir, yoxsa 3-dədir. 2, 4, 5 bizim cavabımızdır. Ümid edirəm ki, indən sonra bu cür testləri qarışdırmarıq.